bütün Azərbaycanda, xüsusilə Bakı və ətraf bölgələrdə, bütün orta məktəblərdə uşaqların bütün sağlamlıq testlərindən keçmə, qan analizi vermə tələbi qoyulubdur. Hamıya bildiriş verilir, hamıya arayış göndəriş verilir ki, hamının uşağı getməlidir, sağlamlıqdan keçməlidir və qan analizi verməlidir. Dəyərli həmvətənlərim, mənim izləyicilərim, mənim xanım izləyicilərim bilirlər ki, bu orqan mafiyasının, İlham Əliyev artıq xalqın orqanlarına göz tikibdir. Nefti satdı, qutardı, qazı satdı, qutardı, dibi qalıbdı. Qızılı çıxartdı, qutardı, dibi qalıbdı. İndi xalqın orqanlarına keçib. Mənim izləyici xanımlar, burada uşaqlarına görə dava eləyiblər medsestralarla, həkimlərlə ki, xeyr, ola ki, indiyə kimi həyatı boyu belə bir şey olmayıbdır. İndi bu rejimin sonu uzat belə hayli külü bir vaxtda nə oldu da hamının, uşaqların, hələ körpə uşaqların qanını yoxlayırlar? Nətər institut tələbələrini yoxlamırlar? Elə xalqın qeydinə qalandılarsa, virus, nə demiş, koronavirus dönəmində heç bunu eləmədilər. Nətər indi orta məktəbdə hamının qanını yoxlayırlar, sağlamlığını yoxlayırlar? Sadəcə qan testini aparacaqlar, artıq sifariş gələndə kompüterdə olacaq. Hansı şeyxə filan elementlər tərkibində olan qan lazımsa, düyməni basan kimi kompüterdə tutsa, hoppa, 10 nəfər. İliklərini çıxardın, göndərin ora. Orqanlarını çıxardın, göndərin ora. İnanın Allaha deyirəm. İlham Əliyev, Mehriban Əliyeva balalarınızı oğurlatdıracaq. Uşaqlarınızın qanını verməyin. Hələ imkan varsa tanış həkimlər zadlar orada qan analizi verirsin, nə bilim, nə edirsiniz? Həkim tanış həkimə o sistemdən qan analizini bozdurun. İlham Əliyev, Mehriban Əliyeva kütləvi surətdə uşaqların iliyini, orqanlarını çıxardırlar. Dərilərinə qədər. Bax, demədi deməyin, 15 mindən çox uşaq 3 il ərzində itibdir. Sizin gördüyünüz Ramiz, Rasim, o balaca uşaq imişli, Nərmin, o birisi, Gəncə, məncə bu mediaya çıxan 3-5 nəfər ayda çıxan uşaq deyil. Bu, ümumi itən uşaqların heç 1% deyil. Hamısını puldan gizlədirlər, hamısını nələr eləyirlər. Hamısa deyirlər, Mehriban xanım söz verib cinayətkarlar tapılacaq. Qorxudurlar, sustururlar, hamı kasıqdır, imkanı yoxdur. Bir balaca səsi çıxanların səsini eşitirsiniz siz. Uşaqlarınızı qan testinə göndərməyin. Hətta vacib olmayan peyvəndləri belə vurdurmayın. Vacib olmayan, ən vaciblərini vurdurun. Özü də tanış yerdə.